Hindistanın paytaxtı ikinci gündür beynəlxalq ictimaiyyətin bir araya gəldiyi yerdir. 20-dən çox ölkənin Xarici İşlər Naziri və onlarla ölkənin nümayəndə heyəti New Delhidə dünyanın üzləşdiyi siyasi və iqtisadi çağırışları müzakirə edir. Tədbirdə Gürcüstanın Xarici İşlər Naziri də iştirak edir. Gürcüstanın Xarici İşlər Naziri ailə fotosu çəkilişi zamanı Amerika Milli Təhlükəsizlik İdarəsinin rəhbəri ilə ünsiyyət qurmaq imkanı əldə edib və sonra paneldə çıxış etməzdən əvvəl də onunla söhbət edib. Maqabojorishvili rəqabət və əməkdaşlıq, təhlükəsiz gələcəyin mühafizəsi naminə panelində çıxış edərək Gürcüstanın rolu və funksiyasına diqqət çəkib, İpək yolunun tarixi marşrutunda Gürcüstanın təyinatı və Şərq ilə Qərbin əlaqələndirilməsi baxımından ölkənin potensialı, ölkənin birinci diplomatı Rusiyadan qaynaqlanan təhlükələr və işğal barədə danışıb və qeyd edib ki, Gürcüstan çağırışlara baxmayaraq aktiv olaraq inkişaf edir və daha çox geostrateji layihələri həyata keçirmək potensialına malikdir. Vato Şakarişvili vahid neytral Gürcüstanın ərizəsi əsasında başladılan istintaq çərçivəsində fondlara həbs qoyulması məsələsinə münasibət bildirir. Hərəkatın liderinin bəyanatına əsasən həbs qoyulan fondlar cinayət fəaliyyətini maliyyələşdirir və kömək edirdilər. Şakarişvili izah edir ki, bu ittihamlarla bağlı sübutlar açıqdır və ictimai mənbələrdə tapıla bilər. O, hərəkatın istintaq orqanları ilə əməkdaşlığı davam etdirəcəyini və müvafiq sübutları təqdim edəcəyini bildirib. Nanuka Jorjolyani hansı əsasla onun fonduna həbs qoyulması ilə bağlı prokurorluqdan məhkəmə qərarını tələb edir. Bu tələblə o, bugün prokurorluğa ərizə verib. O, maliyyə əməliyyatları həyata keçirərkən verilən vəsaitin təyinatına dair prokurorluğun yaydığı məlumatı təkzib edir. Qaz əleyhinə maskaların alınması məsələsinə gəlincə, Nanukanın fondunda bildirirlər ki, bu avadanlıq qaz əleyhinə maskalardan istifadənin qanunla qadağan olunmadığı bir vaxtda alınıb. Həbs qoyulmuş daha bir fondun Bir-birimiz üçün fondunun rəhbəri Guga Xilaya Facebook paylaşım edib. Prokurorluğun bəyanatı sıradan bir böhtandır. Fondumuz nümunə kimi göstərdikləri təyinatlarla heç bir əməliyyat həyata keçirməyib. Ən ağır vəziyyətdə olan fərdlərin və ailələrin yanında ola bilməyimiz üçün fond bir-birimiz üçün adlandırıldı. Biz həmin andaca tamamilə bütün əməliyyatlar üzrə bütün dövlət vergilərini ödəmişik. Biz bir çox insana bank öhdəlikləri, kirayə haqqı, qida, dərman, həkim xidmətləri və elementar həyatda qalma reallıqlarına nail olmaqda kömək etdik deyə Xilaya yazır. Digər fondlara gəlincə, hələlik onlar mediaya açıqlama verməyiblər. 5 fondun bank hesabına həbs qoyulması ilə bağlı prokurorluğun bəyanatı siyasi spektrdə qiymətləndirmə mövzusudur. Müxalifət təqib və repressiyadan danışır. Müxalifətin bir hissəsi isə bu baxımdan Gürcü arzusu ilə milli hərəkatın eyni dəsti xəttinin olduğunu deyir. Gürcü arzusunun bəyanatına əsasən bu fondların məqsədi təkcə zorakılığı təşviq etmək deyil, həm də dövlət funksiyasını ləğv etməkdir. Gürcüstan prokurorluğunun bəyanatına əsasən istintaq çərçivəsində cari etiraz aksiyaları ilə əlaqədar olaraq müxtəlif qanuna zidd və bəzi hallarda cinayətkar fəaliyyətlərin maddi dəstəyini həyata keçirdiklərinə dair əsaslı şübhələr olan hüquqi və fiziki şəxslərin bank əməliyyatları detallı şəkildə araşdırılıb. Xatırladaq ki, 5 fonda həbs qoyulub. Nanukanın fondu, Nika Gilaurinin Prosperity Georgia fondu, Bir-birimiz üçün fondu, Utanc və Tbilisi İnsan Haqları Evinin bank hesablarına. Prokurorluq qərarın verilməsinə səbəb kimi sabotaj, ağırlaşdırıcı şəraitdə sabotaj cəhdi, xarici təşkilat üçün və ya xarici nəzarəti altında olan təşkilat üçün düşmənçilik fəaliyyətinə kömək etmə və Gürcüstanın konstitusiya quruluşu və milli təhlükəsizliyin əsaslarına qarşı fəaliyyət göstərmək üçün maliyyə vəsaitlərinin səfərbər edilməsi faktları üzrə aparılan istintaqı göstərir. Söhbət neytral Gürcüstan hərəkatının şikayəti əsasında yanvar ayında açılmış cinayət işindən gedir. Dünyadakı cari geosiyasi dəyişikliklər, dərin dövlətin Gürcüstana təsiri və bu prosesdə müxalifətin rolu. Parlamentin iclasında deputatlar siyasi bəyanatlara ayrılan vaxtı əsasən bu məsələlər haqda danışmağa həsr ediblər. Hakim komandada dedikləri kimi Gürcüstanı xaosa sürükləməyə çalışan qüvvələr hələ də var və bu dəfə Avropa qitəsinə ayaq basırlar. Hakim komandanın qiymətləndirməsinə əsasən kənardan idarə olunan və məyus olan müxalifət ölkəyə ziyan vurmağa davam
davam edir və hakimiyyəti ələ keçirməyə çalışır. Deputatlar Avropa Parlamentinin və Çexiya Senatının qətnamələrinə də diqqət yönəldiblər və Avropanı ikili standartlarda günahlandırıblar. Parlament tribunasından Gürcü Arzusu Partiyasının deputatlarının bir hissəsi narkotiklərlə mübarizə islahatına da diqqət yetirib və narkotik siyasətinin sərtləşdirilməsi ilə paralel olaraq sağlam həyat tərzinin təbliğinin əhəmiyyətindən danışıb. Parlament xarici agentlərin qeydiyyatı aktı layihəsini ikinci oxunuşda müzakirə edib. Bu təşəbbüs Amerikanın xarici agentlərin qeydiyyatı aktının analoqudur. Dəyişikliklərlə qanunun icrası və nəzarəti üçün məsuliyyət daşıyan orqan Antikorrupsiya Bürosu olacaq və o, hər 6 ayda bir dəfə hesabatı parlamentə təqdim etməlidir. Qanun layihəsinə əsasən xarici maliyyə alan fiziki və hüquqi şəxslər Antikorrupsiya Bürosuna sənədlər təqdim etmək öhdəliyi daşıyacaqlar. Amerika Birləşmiş Ştatlarında qüvvədə olan xarici agentlərin qeydiyyatı aktına oxşar olaraq Gürcüstanda da qanunun hər hansı bir maddəsinin pozulması 5.000 lariyə qədər cərimə və ya 6 aya qədər azadlıqdan məhrum etməklə cəzalandırılacaq. Qeydiyyatdan yayınanlara isə 10.000 lari cərimə və ya 5 ilədək həbs cəzası veriləcək. Mixail Saakashvilinin əfv edilməməsi və birləşmə ideyasının rədd edilməsi. Milli Hərəkatın bir neçə gündür Salome Zurabishvilini sərt tənqid etməsinin əsas səbəbi bunlardır. Bu tənqidə isə siyasətçilər münasibət bildirirlər. Müxalifətin bir hissəsi Milli Hərəkatın bəyanatından danışmaq istəmir. Lakin Salome Zurabishvilini ölkənin xilası üçün həlledici təsir vasitəsi adlandırır və hələ də əməkdaşlıq üçün imkan olduğunu bildirir. Bununla yanaşı müxalifətçi liderlər hakimiyyəti Gürcüstanın 5-ci prezidentini və müxalifəti nüfuzdan salmaqda ittiham edirlər. Hakim komandada əmindirlər ki, müxalifət partiyaları indi Salome Zurabishvilini uzaqlaşdırmağa çalışırlar, lakin hələ xaricdən müvafiq göstərişlər gözləyirlər. Gürcüstan prezidenti Çin Xalq Respublikasının səfiri ilə görüşüb. Prezident iqamətgahında keçirilən tanışlıq məqsədli görüşdə Gürcüstan və Çin arasında mövcud olan strateji tərəfdaşlığı müzakirə ediblər. Siyasi, ticarət, iqtisadi, mədəni və xalqlar arasında əlaqələrin dərinləşdirilməsi perspektivinə toxunulub. Orta dəhlizin əhəmiyyətinə və Gürcüstanın tranzit roluna diqqət yetirilib. Həmçinin görüşdə regionda və beynəlxalq səviyyədə mövcud olan çağırışlara diqqət yönəldilib və sabitlik, eləcə də sülhün xüsusi əhəmiyyəti vurğulanıb. Trump administrasiyası müharibəni bitirmək üçün potensial razılaşma çərçivəsində işğal edilmiş Krımın Rusiya ərazisi kimi tanınmasını nəzərdən keçirir. Bu barədə Semafora nəşri məlumat yayır. Media vasitəsinin mənbələrinin məlumatına əsasən Donald Trump administrasiyası müharibəni bitirmək üçün müxtəlif variantları nəzərdən keçirir. Onlardan biri işğal edilmiş Krımın Rusiya ərazisi kimi tanınmasıdır. Amerika tərəfi müvafiq qərar qəbul etmək çağırışı ilə BMT-yə müraciət etməyi istisna etmir. Bununla yanaşı nəşr qeyd edir ki, Amerika Birləşmiş Ştatlarının prezidenti hələlik son qərarı qəbul etməyib və bu yalnız bir variant kimi nəzərdən keçirilir. Ciaturada yerli özünü idarə etmənin binası qarşısında mədənçilərin aksiyası davam edir. Aksiya iştirakçılarının tələbləri eyni qalır. Mədənçilər onlara məxsus əmək haqqını, Georgian Manganese şirkətinin fəaliyyəti ilə bağlı istintaqın aparılmasını və bundan sonra onun Ciaturadan çıxmasını və dövlətin faydalı qazıntıların çıxarılması prosesini öz üzərinə götürməsini tələb edirlər. Xatırladaq ki, Georgian Manganese şirkəti martın 1-dən faydalı qazıntıların çıxarılması üzrə yeraltı işlərin dayandırılması barədə bəyanat verib və səbəb kimi işlərin qeyri-rentabelliyini göstərib. Bu qərardan əvvəl isə ötən ilin noyabrın 1-dən işlər 6 ay müddətinə dayandırıldı. O zaman işçilərə maaşın 60%-nin ödənilməsi vəd olunmuşdu. İşçilər yalnız 3 ay ərzində maaş alıblar. Tbilisinin 200 saylı ictimai məktəbi qlobal təkrar emal gününü qeyd edib. Tədbir çərçivəsində təqdimat hazırlanıb. Məhdud imkanlı şəxslərin və müxtəlif ictimai məktəblərin şagirdlərinin hazırladıqları əsərlərdən ibarət sərgi keçirilib. Tədbirin məqsədi ətraf mühitin çirklənməsinin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsinin zəruriliyi, ətraf mühitin çirklənməsindən yaranan problemlərin dərk edilməsi və həll edilməsidir.